Salam, hər birinizi salamlayıram dəyərli abituriyentlər. Sizinlə Pythondan def funksiyasına aid iki test nümunəsinə baxacağıq. Əslində ikisi də eynidir, sadəcə bir-iki yerində dəyişiklik etmişəm. Bugün biz qlobal dəyişən və lokal dəyişən anlayışına baxacağıq. Qlobal dəyişən proqramımızın bu hissəsidir. Qlobal dəyişən anlayışı, yəni proqramın istənilən yerində istifadə olunan hissəsidir. Lokal dəyişən isə yalnız təyin olunduğu alt proqramın daxilində istifadə oluna bilər. Gələk indi məsələmizə. Demək, y-ə bir qiymət mənimsətmişik. İlk öncə y bərabərdir 3 qiymətini alır. Daha sonra f8 funksiyası çağırılır. Qeyd edeyim ki, alt proqram çağırarkən faktiki parametr, yəni bu hissə faktiki parametrdir. Faktiki parametr formal parametrə qiymətini ötürür. Yəni 8-i, yəni x8 qiymətini alır burada. X bərabərdir, 8-i vururuq. Deməli, 2-yə alıram 16. Bütün burada x-in y-ə hasilini qaytarmağını istəyir. X-in qiyməti 16-dır. Və baxır ki, ilk öncə lokalda qiymət axtarır. Görür ki, lokalda y deyilən bir dəyişənimiz yoxdur. Əgər lokalda yoxdursa, qlobalda axtarır. Və görür ki, demək, y dəyişəni, deməli, qlobalda y deyilən dəyişən var və qiymətini biz f8-dən öncə mənimsətmişik. Deməli, 16-nı vurur 3-ə, yəni qlobaldan qiyməti götürür, y-in qiymətini vurur 16-ya, buradan alıram 48. Bütün qiyməti qaytarır. Hara qaytarır? F8-ə. Nəyinə müraciət eləmişdim? F8-ilə. 48-i qaytarır və print də k-nın qiymətini, yəni 48-i çap edir. İndi gələk ikinci sualımıza. İkinci sualımız da əslində eyni tip sualdır. Sadəcə olaraq lokal dəyişəndə, yəni bəzi hissələrdə dəyişiklik etmişəm. Gələk ikinci sualımızın izahına. Baxıram ki, burada F8 var. F8. İlk öncə funksiyaya müraciət edir, yəni F8-i çağırıram və F8-i çağırdığım üçün yenə dediyim kimi faktiki parametr formal parametrə öz qiymətini ötürür, yəni x alır burada 8-i. X 8 qiymətini alır. X bərabərdir 8-i vurur 2-yə 16-nı aldı, yəni bu prosesi yerinə yetirir. Rutin deyir ki, x-i yenə, yəni x-i 16-nı y-in qiymətinə vurur. Deməli, x-in qiyməti 16-ya bərabərdir. Yenə lokal dəyişənə müraciət edir. Lokal dəyişəndə heç bir qiymət görmədiyi üçün qlobala müraciət edir. Qlobalda da y deyilən bir dəyişənin təyin olmadığını görür. Nəyə görə? Yəni, bu sualların fərqi nədən ibarətdir? Çünki ilk öncə biz f(x)ə müraciət, yəni f8-lə, yəni funksiyanı çağırırıq. Funksiyadan əvvəl y-ə heç bir qiymət mənimsətmirik. Funksiyanı çağırırıq, yəni f8 öz qiymətini x-ə ötürür. Bu proseslər gedəndən sonra, yəni bu proseslər gedir və qiymət qaytarmaq istəyəndə görür ki, f8-dən əvvəl y-ə heç bir qiyməti mənimsətməmişik. Yəni f8-dən sonra biz y-i tanıtmışıq. Buna görə də proqramımız error verir. Yəni burada nə qlobalda, nə də lokalda y deyilən bir dəyişənimiz olmadığı üçün, y deyilən bir dəyişəni tapmadığı üçün bizim proqramımız error verir. Yəni bu proses artıq return heç bir qiymət qaytara bilmir, error verir. Xəta verir, belə deyim. Yenə deyirəm, fərqi nədən ibarətdir? Birinci sualımızda y-ə əvvəlcə qiyməti mənimsədib, daha sonra f8-i çağırmışıq. Burada isə f8-i çağırır, çünki funksiyanı ilk öncə çağırmalıyıq. Yəni, birinci funksiyamız gəldiyi üçün, burada bax, ilk öncə f8 gəlir. Burada amma y qiymətini müəyyən etdikdən sonra f8-ə müraciət edirik. Yəni, biz f8-ə müraciət edən zaman y-i hələ ki tanıtmamışıq. Yəni, y-ə heç bir qiymət verməmişik. Ona görə də burada nə lokalda, nə qlobalda y dəyişənini görmədiyi üçün proqramımız error verir.